öz niyyətlərimizin zirvəsinə aparmış olur. Yetər ki, onu qəlbən istəyək, ruhən istəyək. Biz azından bir saysaq tələbəlik illərindən bəri yəni son görüşlərimiz olubdu, amma hər son yeni bir ilkin başlanğıcıdır. Mən Gülnarı yenidən görəndə həqiqətən də o qəlbimdə olan keçmiş xatirələrim o qədər gözümdə canlandı, o qədər o huzurun, sevginin, işığın əhatəsində cəmləndi ki, və həqiqətən də bu dostluqların, yəni məsafələrə, sərhədlərə qoymadığı, yəni o incə cizgilərin nə qədər də həyat üzərində fəlsəfəliyinin, alqışının və varlığının ötəsinə çıxdıq. Təşəkkür edirəm Gülnar, minnətdarım sənə. Hər şey yaxşı, hər şey möhtəşəm, hər şey gözəl olsun həyatımızda. Yəni mövzumuz belədir ki, sən dəyiş, dünyanı dəyişsin. Əslində, yəni bizə müraciət edən insanlara həmişə belə bir sualımız olur ki, yəni sən özünü sevirsənmi, özünə dəyər verirsənmi? Bir çoxları həyatında özlərini dəyişmək yerinə ətrafındakı insanlara dəyişməyə çalışırlar. Kimisi həyat yoldaşını, kimisi övladını, kimisi qaynanasını, kimisi dostunu, kimisi həyatını. Amma yəni dar çərçivədən baxmaq yerinə insanların öz qəlbindən, öz könlündən, öz ruhundan baxsaq və onun könlündə olan keçənləri həqiqətən də insanların aynalaması olduğunu görsək, xoşbəxt olmaq üçün heç bir səbəb olmamalıdır. Yəni xoşbəxt olmaq o qədər də çətin bir şey deyil. Xoşbəxt olmaq əslində çox bəsitdir. Yəni hər insan həyatda xoşbəxt olmaq üçün birinci özünü sevməlidir və özünə dəyər verməlidir. Unutmayın, bir evdə bir qadın xoşbəxt deyilsə, heç kim xoşbəxt olmur. Yəni ki, qadın o qədər, yəni yaradan tərəfindən də, yəni istər Qurani-Kərimdə, istər digər müqəddəs kitablarda, Tövratda, İncildə, bunun da buradan haşiyə çıxım ki, Tövratı da oxumuşam, Quranı da oxumuşam, İncili də oxumuşam. Hər birində qadına yüksək dəyər və mənəviyyat baxımından zəngin effektlə göstərilir. Çünki qadın bir insanın, bir həyatın, bir dünyanın təməlini qoyur. Yəni baxın, müəllim də qadındır, ana da qadındır, xaladır, bibidir, dayıdır. Yəni hər kəsi qadın yetişdirir. Adi prezidenti belə qadın yetişdirir. Ona görə qadının xidmətləri daha mükəmməl, daha sonsuz və daha möhtəşəmdir. Biz bir evdə insan, yəni kişi, qadın, yəni burada ayrımcılıq da qoymaq istəmirəm. Hər insan fərd olaraq bir şəxsiyyətdir. Və biz özümüzü sevə bilmədikdə başqalarını necə sevə bilərik? Bir insan özünü sevməlidir, özünə dəyər verməlidir ki, kənardakı da ona o sevgini onun gözündən görsün və dəyərləndirsin. Yəni burada belə bir şey var ki, yəni nənələrimizi, babalarımızı, yeri gələndə atalarımızı bəzən günahlandırırıq. Əslində onların da yəni günaha, yargıya, yəni təmələ bir ehtiyacı yoxdur. Çünki əvvəldən belə istər nənələr, istər bibilər, istər xalalar, istər ağbirçək ağsaqqallar, keçmiş nəsil də belə öz nəslindən bunları görübdür. Necə görüb inkişaf ediblərsə, bizə də o tərbiyəni verməyə çalışıblar. Yəni baxın, əvvəllər qız uşaqlarına bir balaca, yəni aşağı səviyyədə baxırdılar və həmişə deyirdilər ki, oğlan uşağı qızlardan daha öndə olur. Çünki qız uşağı sana başın aşağı olsun, qız uşağı çox baxmaz, qız uşağı yalan danışmaz, qız uşağı qadındır, öz namusunu, qeyrətini qorumalıdır. Düzdür, təməl ehtiyaclardan irəli gələndə əxlaq cəhətdən əxlaqi dəyərlərimiz yüksək olmalıdır. Amma biz qız uşaqlarımıza, yəni elə təlqinlər yetişdirmişik ki, qız uşağı ucadan danışmaz, qız uşağı ucadan gülməz, qız uşağı, yəni o qədər etiketlər yapışdırmışıq ki, bizim qızlarımız bu gün sabah böyüyəndə, ailə həyatı quranda, yəni sıxıntı yaşayırlar, inciklik yaşayırlar, öz sevgisizlik, öz dəyərsizlik duyğuları yaşayırlar. Çünki biz seanslarda müraciət edən bəylərdən daha çox xanımlar olur, xanımlar üzərində işləyirik və öz sevgisizlik, öz dəyərsizlik duyğularını görürük və ona şahid oluruq. Çünki qadınlar öz istəklərini rahat şəkildə ifadə edə bilmirlər. Yəni bu toplumda da yetişdirmiş istər oğlan, istər qız uşaqlarımızın da təməli bir ailədən gəlir. Ailə olaraq insanların öz güvənini, öz dəyərini inkişaf etdirmək
həqiqətən də birinci xanımların öhdəsinə düşür və xanımlar da, yəni çünki atalar pul qazanırlar, evdən çıxırlar, günün yarısını demək olar ki, çox faizini uşaqlar xanımlarla keçirdir. Buna görə xanımların tərbiyəsi uşaqlar üzərində daha mükəmməl, daha möhtəşəm bir effektə gətirib çıxardır. Yəni bir sözlə özünü sevmək, özünə dəyər vermək o xanımın, yəni o qadının içindən və ruhundan gəlməlidir. Bu gün siz öz uşaqlarınızı tərbiyə etdiyiniz zaman ona öz sevgi və öz dəyərsiz duyğularınızı verə bilmədikdə, bu gün sabah uşaqlarınız ailə quranda onlar da öz uşaqlarına bunları aşılaya bilməyəcəklər. Çünki sizlər onun aynasısınız. Onlar sizi güzgüdə, aynada necə görürlərsə, bu gün sabah ailə quranda sizi kopyalayacaqlar. Sizi aynada gördükləri əksini canlandıracaqlar. Çünki onların başqa metodu yoxdur axı. Niyə deyirlər qız uşaqları, oğlan uşaqları ən çox öz ailəsində, evində ata-ana necədirsə, həyat yoldaşlarını da sizin müqabilində aspektindən seçirlər. Çünki beyinləri, şuuraltıları başqa bir insan tanımırlar. Ataları necədirlərsə, gedib elə həyat yoldaşları seçirlər. Anaları necədirsə, gedib elə xanımlarla ailə həyatı qurub evlənirlər. Çünki bizim şuuraltımız ata-ana modelini o formada görüb, o formada kopyalayır və kodluyur. Ona görə də uşaqlarınıza deyir, yəni öz tərbiyələndirməyin, özünüzü tərbiyələndirin. Onsuz da uşaqlar valideynlərinə oxşayacaq, ata-anasına oxşayacaq. Özünüzü tərbiyələndirin ki, bu gün sabah uşaqlarda ailə quracağı evlərdə sizdən aldığı tərbiyəni zaten kopyalayıb aynalayacaqlar. Öz dəyərsizlik və öz sevgisiz duyğularınızı yaşamamaq üçün onlara bu həyatı dolu-dolu verməyə çalışın. Yəni baxın, insanda sağdır, soldur, qadın enerjisidir, kişi enerjisidir, günəş enerjisidir, ay enerjisidir, qadındır, kişidir, günəşdir, atadır, anadır, bolluqdur, bərəkətdir. Bir evdə bir uşağın atası ilə, anası ilə münasibəti yaxşı olmayandan sonra istər 5 yaşında, istər 10 yaşında, istər 50 yaşında olsun, bizim ata-anamızla münasibətimiz yaxşı olmadıqda, ruhsal və bədənsel olaraq bizim bolluğumuzda, bərəkətimizdə həmişə problemlər yaranır. İstər həyatda atanız olsun, istər olmasın, ananız olsun ya olmasın, həyatda həmişə atanızı, ananızı keçmişdən bu günə qədər daşıdığınız enerjilərinizdən azad etməlisiniz, onlara bağışlamalısınız. Yəni, başa düşürəm, uşaqlıqda atanız sizi incidə bilər, ananız sizi incidə bilər, döyə bilər, vura bilər, hansısa bir problem yaşada bilər. Onlar bizim yaddaşımızda, şuuraltımızda travma kimi də olur və qalır. Və insanlar böyüdükcə, uşaqlar böyüdükcə, onların o həyatlarında olan insanlarla mübarizəsi, bundan sonra böyüyürlər, məktəbə gedirlər, məktəbdə müəllimlərin onlara olan davranışları, sinif yoldaşları, əhatələri, nə yaşayırıqsa yaşayaq, onlar bizim bədənlərimizdə enerji olaraq sirkulyasiya edir. Yəni, böyüdükcə, yaşada olduqca biz müəyyən təlqinlər qazanırıq. Niyə deyirlər, uşaq zehni təmiz olur? Çünki uşaqlar xəyal dünyasında yaşayırlar. Onlarda bir problem olmur. Onların o qədər bədənləri, qəlbi, ruhu təmiz olur, aydın olur, sərbəst olur ki, onlar gün sabah, yəni tutalım ki, bir oyuncaq istəyirlər, nəsə bir yemək istəyirlər, nəsə bir hər hansı bir əşya istəyirlər, düşünmürlər ki, atam bunu ala biləcək, anam bunu ala biləcək, bunun kapasitesi varmı, yoxmu? Sadəcə istəyirlər və istəkləri ata-analar tərəfinə həyata keçirilir. Ona görə də insan da ruhan, qəlbən uşaq kimi istəməlidir. Yəni təslimiyyətlə, əminliklə, Allaha olan inancı ilə. Baxın, bəzən biz deyirik ki, bizim arzularımız yerinə yetmir və yaxud da yubanır, niyə alınmır? Və yaxud da üsyan eləyirik, Allaha qarşı çıxırıq ki, ay Allah, sən məni görmürsən, mənim arzularım niyə həyata keçmir, niyə olmur, niyə bunu bacara bilmirəm? Çünki biz istəyəndə, niyyət edəndə təslimiyyət duyğusu ilə istəyə bilmirik. İnsanlar bizim şuuraltımızda elə kopyalanıb ki, bizlər istədiklərimizdən daha çox istəmədiklərimizə aid oluruq. Yəni ki, pis günün ömrü az olar. Biz evə maaş gələndə, pulu alanda həmişə deyirik ki, atalarımızdan gələn bir inancda, bir qavramdır ki, yəni bu pulu qırağa qoyaq, bu pul bizim üçün dar gün üçün bəlkə lazım oldu. Dar gün üçün pul saxla. Elə məhz o pul sənə dar gündə kömək olur. Yəni, biz bunu deyə bilərik ki, bu pulu qoyaq qırağa, hansısa bir səyahətə gedəcəyik, hansısa bir əşya alacağıq, hansısa bir işimizi düzəldib, onu həyata keçirdəcəyik.
Yəni bu baxımdan da deyə bilərəm ki, yəni ki, insan həyatda uğur qazanmaq üçün öz arzularını, öz duyğularını tamamilə həyata keçirməyə bacarmalıdır. Bir dəqiqə xahiş edirəm, Gülnar xanım davam eləsin. Bir də hər birinizi salamlayıram. Deməli, Əziyə xanım çox gözəl danışır. Hal-hazırda davamını eləmək istəyirəm. Bəli, dar gün üçün pulu saxlamaq yox. Yəni biz dar günümüzü çağırmış oluruq. Yəni neqativ düşüncələri öz üzərimizə yükləmiş oluruq. İnsan nə qədər çətin olur olsun, hansı kədərdə olursa olsun, onun içində bir xoşbəxtliyi görməlidir. Hansı ki, o xoşbəxtlik əslində bizim özümüzdə, içimizdədir. İnsan əgər xoşbəxt olmaq istəyirsə, özünü dəyişmək istəyirsə, hər hansısa bir situasiyadan çıxmaq istəyirsə, onun üçün, yəni o xoşbəxt olmaq onun üçün 10 saniyənin içində, 10 saniyə vaxt lazımdır ona. 10 saniyədə o bütün düşüncəsini dəyişə bilər. Mən bir təlimdə idim. Təlimdə deyildi, türk təlimçi idi. Orada ifadə elədi. Nə qədər əsəbi olursunuz olun, nə qədər narahat olursunuzsa olun, bunu siz düzəltməlisiniz və buna inanın ki, insanın dilini damağına qoymağı o insanın yəni elə bir hormonları yaradır ki, orada xoşbəxtlik, neqativ heç vaxt düşünmürsünüz. Neqativ düşünmədiyiniz zamanda istər-istəməz xoşbəxt olduğunuz anlar baş verir. Bilirsinizmi nədir? Bəzən sual verirlər, deyirlər ki, işıq nədir? Məsələn, deyir ki, qaranlıq nədir? Deyir ki, qaranlıq işığın olmamasıdır. Bunlar var. Yəni bir şeyin olmamasını düşünürük. Xoşbəxtlik də belədir. Əgər bizdə xoşbəxtlik, insan içində 2 canavar var. Biri xoşbəxtliyi qidalandırır, yəni sevgini, sevinci, gözəl niyyətləri qidalandırır. Qidalandırırsan, o böyüyür. Birində isə pis, neqativ halları canlandırırsan, daha çox çəkirsən, daha çox qidalandırırsan. Yəni düşündükcə qidalandırırıq. Biz düşünürüksə, yaxşını düşünürüksə, yaxşı qidalanır. Mənfini düşünürüksə, pisi düşünürüksə, onu qidalandırırıq. Yəni pisi qidalandırırıq. Mən artıq o qədər öyrənmişəm ki, dilimə belə sözlər gətirməyim. İstər-istəməz təlimlərdə də artıq bu cümlələri demək istəmirəm. Yəni bu sözlər, bu kəlmələr dilimdən çıxmaq istəmir. Artıq öyrənmişəm. Hətta evdə də deyirəm ki, neqativ danışmayın. Danışdıqca çəkirik. Siz heç sınamısınızmı? Evdə məsələn bir gün yəni səhər-səhər bir boş qab sındı. Bütün gün elə hiss edirsən ki, o boş qab sınır. Ona bənzər nəsə bir şey olur. Nəsə günün sonunda deyirsən, görək necə bir-birini çəkdi, gətirdi. Belə hallar çox adamın həyatında baş verir. Yəni bizlərin bir düşüncələrimiz tum səpir. Bu tumlar hansı ki, göyərir. 2 il sonra, 5 il sonra bunlar göyərir və həyatımızda olur. Bunlar bizim şüur altımızda yeriyir. Necə ki, gözəl düşünürsən, bugün düşünürsən, deyir ki, bugün yaşadıqlarımız bizim 5 il öncə düşündüklərimizdir. Yəni bunu təsdiqləyir. Əzizə xanım, davam eləsin ardına. Buyur. Yəni fikrimi tamamlayım qoy. Yəni biz arzu edərkən, niyyət eləyərkən tam təslimiyət və əminlik duyğusunda olmalıyıq. Baxın bir örnək verim. Yəni biz taksiyə minirik. Taksiyə mindiyimiz zaman düşünürük ki, yəni sürücü bizi istədiyimiz mənzilə aparacaqdır. Yəni biz orada düşünmürük ki, yəni şu taksini sürən, yəni insan sürücü vəsiqəsi alıbmı, yolda qəza edə bilərmi? Yəni bu hansısa bir problem yarada bilərmi? Mən gedəcəyim ünvana çatacağammı? Yəni burada tam təslimiyət duyğusu ilə bilirik ki, gedəcəyimiz yerə rahat bir şəkildə gedib çatacağıq. Çünki niyə? Biz sistemdən əminik və sistemdən arxayınıq. Və yaxud da təyyarəyə minən zaman niyə deyirlər? Oksigen maskalarını birinci özünüzə bağlayın, sonra ətrafındakılara. Biz özümüzə birinci o hissi, o yardımı etməliyik ki, bizdən sonra gələn başqalarına o köməkliyi göstərə bilək. Yəni ki, hər insan birinci özünə yatırım eləməli, özünə o xoş duyğuları, anları yaşatmalıdır ki, səndə olan o enerji balansı tam toplansın, səndən axan enerji digərlərinə təsir edə bilsin. Yəni, əminlik duyğusu ilə istəməliyik Allahdan. Yəni, sən bir niyyət edirsən ki, Allahım, sən mənə bu arzumu ver. Sonra ora səbəb,
necə, nə cür, niyə, nə təri işsizlərini qatırsan. İstər evrən olsun, istər kainat olsun, istər namaz olsun, meditasiya olsun, hər biri enerji ilə çalışır. Yəni biz ora tam əminlik duyğumuzu qatmalıyıq. Sən bu niyyəti, bu arzuyu yerin göyün sahibi olan uca Allahdan, Rəbdən istəyirsən və uca Allah hər bir şeyə qadirdir. Yəni bilirik ki, onun edə bilməyəcəyi heç nə yoxdur. Ona tam təslimiyət duyğusu ilə istəyirik. Amma biz ona deyəndə ki, görən necə olacaq, nətər olacaq, niyə olacaq, biz oradakı o yaradanla aramızdakı məsafə bax budur. Biz ona nə cür, niyə, necə, nə zaman duyğularını qatanda onunla aradakı məsafəni uzaldırıq. Arada boşluq yaranır. Siz bu boşluğu doldurmaq üçün tam birləşməlisiniz. Yəni tam təslimiyyətlə, əminliklə istəməlisiniz. Və yaxud da namaz qılan zaman deyirik ki, Allahım sən bizə pis gün vermə, qəza o qədər vermə. Yəni bizim şuuraltımız gerçəkliklə xəyalı ayrı eləyə bilmir. Vermə deyəndə, alma deyəndə bizim şuuraltımız onu negativ kimi götürür. Yəni bunu pozitiv şəkildə demək lazımdır. Allahım sən mənə xoş gün ver, Allahım sən mənə pozitiv enerji ver və yaxud da bizə gözəlliyi ver. Yəni hər şeyi müsbət mənada istəmək lazımdır. Bu cümləni Və bir yaxud da əlavə eləmək istəyirəm əzizə. Bir əlavə eləmək istəyirəm bu cümləni. Deyilir ki, 2 cür dua eləmək var. Biri cənnətə yaxınlaşdıran duadır, biri cənnətdən uzaqlaşdıran duadır. Dua eləyirsən ki, Allahım məni cənnətə yaxınlaşdır. Bu həqiqətən də tam pozitiv oldu. Yəni eyni duadır əslində. Bir də deyirsən ki, Allahım mənə cəhənnəmi vasil eləmə. Məni cəhənnəmi qismət eləmə. Yəni 2 cür deyirsən. Əslində eyni şeydir. Hər ikisində sən cənnətə getmək istəyirsən. Amma burada birinci dediyim Allahım məni cənnətə apar. Bu zaman cənnəti qismət elə. Bu zaman necə olur? Pozitiv düşünmüş olursan və şuur altında artıq sənin neqativ heç nə olmur. Amma ikinci hissədə neqativ olur. Ona görə istədim əlavə eləyim sənin bu dediyini, daha da təsdiqini tapsın. Əslində cənnət də, cəhənnəm də insanın öz düşüncələrindən ibarətdir. Biz cənnətimiz də, cəhənnəmimiz də bu dünyada qazanırıq. Biz düzgün düşünəndə, yaxşı düşünəndə, həyatımızı gözəlliklərə, sevgiyə, işığa çevirəndə zaten cənnətimizi yaradırıq. Və burada ego durumunu götürürük. Yəni bir başqası bir ev alanda, maşın alanda, hansısa bir uğur qazananda, onun uğurlarına sevinəndə, dürüst olanda, ona qarşı sevgi hissini verəndə, ondakı o hiss bizə də yansımağa çalışır. Amma biz ona ego hissimizi bəsləyəndə, ay filan kəsin evi var, maşını var, niyə Allah ona verir, mənə vermir duyğuları isə biz onda olan o neqativ duyğu və düşüncələrimizi baryer olaraq özümüzə çəkirik və bunu dirənc olaraq özümüzdə yaradırıq. Biz çalışmalıyıq ki, duyğumuzu da, düşüncəmizi də pozitiv şəkildə, mükəmməl şəkildə ifadə etməyi bacaraq və o bizim dürüstlüyümüzdür, vicdanımızdır, təmizliyimizdir, mərhəmətimizdir, ən xoş duyğu və arzularımız özünü burada göstərir və özünü burada biruzə verir. Yəni biz xəyal quran zaman əslində cənnətimizi yaşayırıq. Xəyal quran zaman niyə araya baryer qoymuruq, neqativ qoymuruq? Ancaq düşünürük və düşüncələrimizi orada canlandırırıq. Bizim kuantum alanımız burada başlayır. Yəni öz duyğu və düşüncələrimizi cənnətə çevirmək üçün xəyal gücümüzdə onları yetişdiririk və ona öz niyyətimizi göstəririk. Niyə çox vaxt deyirlər ki, yatan zaman, gecə yuxuya gedən zaman xəyal qurun. Onda beynimizin teta dalğası alfa dalğasına düşür və o yuxu olan zaman bizim artıq neqativ enerjilər, gün ərzində olan problemlərimiz bizdə canlanmır. Gözümüz yuxu moduna keçən zaman xəyal gücümüz canlanır və orada niyyət nə qoyuruqsa, nə hiss ediriksə, gözümüzdə hansı arzumuzu canlandırırıqsa, o da bizim həyatımıza tamamilə yansıyır və yuxuya getdiyimiz zaman artıq bizim neyronlarımız, kök hüceyrələrimiz, beynimiz, ruhumuz həmən o arzularımızı qidalandırmağa çalışır və o qidalandırdığımız arzular bir müddətdən sonra bizim həyatımıza yansıyır. Və yaxud qeyd elədik ki, həqiqətən də biz 5 il bundan əvvəl qurduğumuz xəyalın, arzuların, niyyətlərin hal-hazırda reallığını yaşayırıq. Nə cür düşünürüksə, onu da həyatımıza çəkirik. Bizim düşüncələrimiz hər biri bizim potensialımızdır. Yəni bizlər zamanla öz düşüncələrimizə çevrilik. Yaxşı düşündüyümüz zaman yaxşını həyatımıza çəkirik. Yəni baxın, səhər yuxudan duran zaman bəzən düşünürük ki, ay Allah, bu gün hava necə pisdir. Yəni bu gün özümü sıxıntılı hiss edirəm. Hava dumanlıdır, yağışlıdır, ürəyim sıxılır. O gün sizin üçün yaxşı olmayacaq. Çünki o günü özünüz üçün kodladınız, manifestlədiniz. Beynimiz və şuuraltımız hansı düşüncəni çəkirsə, onu da həyatımıza gətiririk və yansıdırıq. Deyəndə ki, yəni ki,
bu gün mənim üçün yaxşı deyil, o gün sizin üçün yaxşı olmayacaq. Hər şeyi pozitiv şəkildə istəmək, pozitiv şəkildə niyyət etmək və bütün xəyallarımızı, arzularımızı gerçəkləşdirmək üçün ona hissimizi, empatiyamızı verməliyik. Məsələn, bir musiqi dinləyirik və bir filmi izləyirik. O filmi izlədiyimiz zaman buradan da götürüm Yarpaq Dökümü filmi var idi. Hər bir kəsin bildiyi, izlədiyi bir film idi. O filmdə o qədər insanlar duyğusunu veribdi ona. O filmi baxdığımız zaman ağlayırıq, narahat oluruq, sıxılırıq, öfkələnirik, əsəb, stres, aqressiya. Onu hiss edərək empati duyğumuzla öz həyatımıza çəkirik. Şuuraltı beyin onun fərqində olmur ki, Əzizə bu filmi izləyir və yaxud da Günlər bu filmi izləyir. Onu sən şuuraltı olaraq fərqində olmadan, bilinçsiz bir şəkildə həyatına çəkirsən. Yəni onu kənardan bir film kimi, hekayə kimi izləyəndə bizdə o qədər təsiri olmur. Və yaxud da dostumuz gəlir, bizə öz yəni həyatını da danışır. Mən xəyanətə uğramışam, yoldaşım məni incidir və yaxud da mənim arzularım həyata keçmir. O qədər onu özümüzünküləşdiririk ki, onun hekayəsini özümüz kimi bilirik. Və o zaman onun hekayələrini, onun duyğularını özümüzə çəkirik, kodluyuruq. Və bir müddətdən sonra onun həyatını artıq biz özümüz yaşamağa başlayırıq. Çünki ona empati hissimizi veririk, duyğumuzu veririk. Ona qatdığımız duyğu bizim həyatımıza yansır. Sonra deyirik ki, ay Allah, niyə belə oldu? Çünki onu özümüz fərqində olaraq olmayaraq özümüzə çəkirik və onları özümüzə yapışdırırıq. Kodlamaq, manifestləmək də bundan ibarətdir. Yəni həyatımızda hər şeyi, hər bir zaman özümüz çəkib, özümüz niyyət edirik. Yəni biz özümüzü dəyişməsək, başqaları dəyişməyəcək. Biz özümüz dəyişsək, özümüzü sevsək, özümüzə qarşı sevgi dolu, huzurlu, xoşbəxt ola bilsək, bizdən yayılan enerji başqalarına da yansıyacaq. Bir də keçmişi unutmaq və mühakimə etməyək. Çalışaq ki, həyatda heç kimin arzularını, hisslərini, yaşadığı həyatı belə mühakimə etmək, qınamaq, yargılamaq. Başqalarını yargıladığın zaman onda olan hadisələri öz həyatına çəkirsən. Çünki zehin, şuuraltı o qədər fərqli şəkildə işləyir ki, yəni bizim insanın bir şuuru var, bir də alt şuuru var. O alt şuura keçdiyimiz zaman kimisə yargılayanda, mühakimə edəndə o hisslər bizim eyni ilə qınaq olaraq bizim öz başımıza gəlir. Ona görə də həyatda həmişə özümüzü sevməyi, özümüzə güvənməli, özümüzə inanmalı və öz duyğularımızı öz üzərimizdən yönətməyə çalışmalıyıq. Həyatımıza girən insanlara da təşəkkür etməliyik, həyatımızdan çıxan insanlara da təşəkkür etməliyik, həyatımızda qalan insanlara da təşəkkür etməliyik. Çünki o insanlar kimiləri bizim üçün yaşam dərsidir, kimiləri bizim imtahanımızdır, kimiləri bizim sınağımızdır, kimiləri bizim isə hədiyyəmizdir. Ona görə insan təşəkkür etməyi, sağ ol deməyi, minnətdar olmağı öz ruhu ilə, qəlbi ilə, bütün varlığı ilə bacarmalıdır. Bu zaman həqiqətən də xoşbəxt olmaq o qədər də bəsit deyil. Xoşbəxt olmaq üçün sehirli çubuğa ehtiyacımız yoxdur əslində. Xoşbəxtlik ovucumuzun içindədir. Yetər ki, onu tutmağa bacaraq. Xoşbəxtliyi hiss etdiyimiz qədər xoşbəxt olaq. Onsuz da hiss etmədiyimiz bizim deyildir. Çox sağ ol. Çox sağ ol. Bu cümlələrinə yenə bir əlavə eləmək istəyirəm. Həyat yalnız sağlamlıq və xoşbəxtlik deyil. Həyat gecə və gündüzün başlanğıc və sonun cəmidir. Belə deyirlər. Mən xüsusilə Rövşən Abdullaoğlunun kitablarından bəhrələnirəm. Yəni düzdür, həyatımı dəyişən kitablardan bir neçəsi var. Məsələn, Kimyagər kitabı çox gözəl bir kitabdır. Bəlkə də sadə görsənər, sadə bir hekayə görsənər kimlər üçün, amma orada o qədər gözəl danışır ki, o qədər gözəl həyata məna qatan cümlələri var ki, öz həyatımızda tətbiq edə biləcəyimiz şeylərdir. Kitabı oxuyub bir kənara qoymaq yox, faydalı kitabı oxuyub onu tətbiq eləmək daha gözəldir. Hansı ki, bizim həyatımıza toxunur o kitabda olan cümlələr. Çünki düşünülür, yazılır bunlar. Bir kitab məsələn bir günə, 2 günə başa gələn bir şey deyil. İllərin bəhrəsi olur, illərin sınağının bəhrəsi olur. Və Əlbəttə belə sən bu haqda danışdın ümumi olaraq, yəni mən bir neçə bəs bunları necə eləyək, həyatımızı dəyişək, necə? Məsələn, səhər duran kimi qəbul eləyim bir dəqiqə.
Səhər duran kimi, özümüzə təlqin eləməliyik ki, bu gün gözəl gündür. Hava necə olursa olsun, mənim, o xoş niyyətim, xoş, əhvalım heç vaxt dəyişməməlidir. İstər hava, istər evdəki hər hansısa bir, əhvalımı pozan bir hadisə məni incitməməlidir. Yəni özümüzü sevmək budur ki, onu özümüzə bizi incidəcək dərəcəyə qədər gətirib çıxartmamalıyıq. Hər şeyə pozitiv yanaşmalıyıq, gözəl, müsbət baxmalıyıq. Həyatdakı bütün hadisələr bizim baxışımızdan asılıdır. Bir hadisəyə mən başqa cür baxıb qiymət verə bilərəm, Validə xanım baxıb başqa cür qiymət verə bilər, Sevdə xanım başqa cür qiymət verə bilər, Əzizə xanım başqa cür qiymət verə bilər. İstər-istəməz bir insan hamı üçün yaxşı ola bilməz. Bu gün Əzizə xanım mənə qarşı yaxşı və yaxud da mən ona qarşı yaxşı ola bilərəm, amma məni, Əzizə xanım, məsələn, bilmir ki, bəlkə də mən başqası üçün, mənfi bir xarakter daşıyıram. Yəni onun baxış tərzindən asılıdır. Yəni baxış tərzindən çox şey asılıdır. Biz nəyi görürüksə, nə istəyiriksə onu görürük. Yəni içimizdə nə varsa qarşımızdakı aynalama bir, söhbəti var da burda. Qarşımızdakı, bizim istədiyimiz kimi görsənir və ya şüuraltı bir enerji var ki, hansı ki biz empati yaratma məsələsi var. Bu, bu düzdür, dərinə getmək olmaz. Çünki hal-hazırda bunları demək düz deyil, amma, əm, enerji söhbəti var ki, mən xoş düşünürəmsə, deyəlim bu gün Həmidə xanım haqqında, Həmidə xanıma bu ötürülür, şuur altından ötürülür. Necə ki, radionu hər zaman düşünürük ki, bu radiodan səs necə gedir? Dalğalar vasitəsilə gedir, düzdürmü? Səs dalğalar vasitəsilə radioya gedir. Bu, eyni zamanda insanların da beynində bir, manyetik alan var, yəni dalğalanma var ki, insanlar bir-birinə şuuraltı mesajlar ötürə bilir. İndi gələcək üçün bunu təsdiq eləyirlər, bunun üzərində işləyirlər ki, insanlar yalnız şuurla bir-birlərinə nələrsə ötürəcəklər. Hətta, bir, səhv eləmirəmsə Çində bunu yaratmışdılar, yoxsa Yaponiyada. İnsan daha, heç bir kartdan, heç bir şeydən istifadə eləmir. Heç bir, yəni cüzdan olmur onun yanında, amma kart onun barmaq izindədir, onun əlindədir, ondan istifadə eləyir toxunaraq. Eee, aparatlar hazırlanır, toxunaraq həll eləyir. Görürsüz nə qədər həyatımız asanlaşır bu şeylərlə. Deməli, bu bizim həqiqətən var. İnsan bir maqnit kimidir. Nə düşünürsə onu çəkir. İnsanın bədəni bir maqnitdir. Yəni bunu mütləq ki, nəzərinizdə alın. Siz nə düşünsəniz o gəlir. Özünüzə bunu təlqin eləyin. Bəs yaxşı, bunu necə xatırlayaq, necə yadımızda saxlayaq? Məsələn, məndə, budilnik bəzən çalır, yanımda olanlar bilər nə üçündür, soruşurlar və yaxud da fikirləşirlər ki, günün bu saatı nə üçün budilnik çalır? Mən o zaman xatırlatma eləyirəm özümə, çox şükür. Mən hal-hazırda indidə yaşayıram, nə keçmişdəyəm, nə gələcəkdəyəm, çox şükür. Və mən o anda o budilnikim, çalan zaman, çox şükür etməyi, bilirəm. Düzdür, indi artıq vərdiş etmişəm, ehtiyac duymuram. Və bəzən olur, fikir verirsinizsə, saatların üst-üstə gəlməyi, əgər düşünürüksə, o gözümüzün qarşısına gəlir. Nə istəyiriksə, indi elə bir zəmanədə istədiyiniz bir şey düşünürsüz, telefon onu sizin qarşınıza gətirir, çıxardır. O bizim şuurumuzu oxuyursa, biz qarşımızdakının şuurunu niyə oxumayaq? Niyə qarşımızdakına müsbət enerji ötürməyək? Təsəvvür edin ki, bir insan haqqında mənfi düşünürsünüzsə, o enerji ona gedir və növbəti dəfə siz onunla görüşdüyünüz zaman o artıq o enerji alıb axı, həqiqətən onu sübut eləmiş olur. Deyirsən, bunu mən təsdiqlədim, həqiqətən də bu belədir. Ona görə gəlin biz mənfi düşünürüksə, bunların hamısını ataq, sadəcə müsbət düşünək. Həyatımızda yoxsulluq da ola bilər, amma biz heç vaxt yox deməməliyik. Bir kitabda oxumuşdum, orada bildirir ki, bir oğlan gedir, bir ustanın yanına, usta deyir ki, xırda pul vermək lazım olur. Deyir ki, bu pulu, gətir, ver. Bu şair də olur da, onun yəni şagirdi olur, ustanın yanında olan şagirdi olur. Şagird deyir ki, yoxdur. Oğlan deyir ki, ustası deyir ki, get gör, yenə bax, bax gör orada olmalıdır. Gəlir deyir, yox, sən istədiyin qədər orada pul yoxdur, sadəcə qəpik quruş qalıb. Deyir, ay sağ ol, qəpik quruş qalıb, onu gətir. Amma heç vaxt yox demə. İndi də büdcənizdə heç vaxt yox deməyin. Nə olursa olsun, yoxdur deməyin. Vardır. Vardır deyin, qoyun olsun. Əgər siz deyirsinizsə olacaq,
Bu artıq siz əsas o arzunuzu gələcəkdə gizlətmiş olursunuz. Gələcəyinizə vermiş olursunuz. Gələcək bəlkə də heç gəlməyəcək. Siz indini yaşamalısınız. Keçmiş artıq keçib gedib. İndinin dəyərini bilməlisiniz. Keçmiş artıq keçib, gələcək isə gəlməyib. Biz indiki anla hər bir anımızı, varlığımızı yaradırıq və onu inşa edirik. Bizim arzularımız, xəyallarımız, bizim yəni kilidimiz də, açarımız da onun içərisində gizlənibdir. Yəni ki, həyatımızın memarı biz özümüzük. Kitablardan demişkən belə bir cümlə oxumuşdum ki, yaxşı bir kitab oxuduğumda yazarına çay dəmləmək istəyirəm. Yəni kitablar həyatımızın bir parçasıdır. Yəni hər bir kitabda öyrəndiyimiz bilgilər bizim həyatımızda mükəmməl və möhtəşəm, yəni yeniliklər və xoşbəxtliklər yaradır. Mənim həyatımı dəyişən birinci Secret kitabı olubdu. Bir görürsünüzsə bunun filmi də vardı. YouTube'dan vurursunuz Secret yazırsınız The Secret. The Secret 3 kitabdan ibarətdir. The Secret, Power, Hero. Sir, güc və qəhrəmanlıq. Hər üçünü alıb oxusanız, həyatınızda mükəmməl dəyişimlər yaradacaqsınız. Və Secret filmini də izləsəniz, orada motivasiya dolu insanların həyat hekayələridir. Ümumiyyətlə, uğur qazanmış insanların hekayələrini mütləq izləyin və oxuyun. Onların da həyatı və uğurları sizin həyatınıza kopyalanacaq və sizin şuuraltınız onu manifest kimi copy-paste eləyəcəkdir. Və Rövşən Abdullaoğlu'nun Həyat çətin olsa da həyat davam edir kitabı. Çox mükəmməl bir kitabdır və oxuduğunuz zaman bütün həyatınızdakı çətinliklərin, problemlərin öhdəsindən mükəmməl dərəcədə gəlməyə bacaracaqsınız. Və mənim çox sevdiyim bir yazar var, Bülent Qardiyanoğlu. Bəlkə də çoxunuz tanıyırsınız. Bunun kitablarını demək olar ki, hər birini mən alıram. Yəni, qadın olmağı xatırlamaq, evrenin ilahi dili. Bu kitablar sizin həyatınızda mükəmməl dəyişim dönüşümlər yaradacaq. Və yəni şuuraltının gücündən başlaya bilərsiniz və həyatınızda hər şeyin sizdən qaynaqlandığına tamamilə əmin ola bilərsiniz. Bir də Zehin Kontrolu adında Jose Silva'nın bir kitabı vardı ki, burada müəyyən rituallar və texnikalar var. Yəni beynimizi inkişaf etdirmək üçün beynimizin ön lobunu, arxa lobunu birləşdirib orada kuantum alan var. Yəni ki, orada korteks var, bir də amigdala var. Bizim o hissimiz beynimizin ön lobu və arxa lobunda istifadə olunur. Biz xəyal quranda, niyyət eləyəndə, namaz qılanda bütün duyğularımız orada birləşir və bizim həyatımızda o duyğuları, o mükəmməllikləri, möhtəşəmlikləri bizim həyatımıza zaman-zaman gətirir. Və bu Zehin Kontrolu kitabında olan texnikadan istifadə etdiyiniz zaman əslində texnikanı həmişə deyirlər ki, şuuraltda 21 gün istifadə etmək lazımdır. Çünki 21 gündə insanda artıq vərdiş halını yaradır. Niyə əvvəllər nənələrimiz, babalarımız, atalarımız deyirlər ki, bir şey 40 dəfə deyəndə olur. Çünki şuuraltı artıq onu təkrarlaşdırır, eyniləşdirir, kopyalanır və bizim həyatımıza mükəmməl dərəcədə effektlərini yaradır. 21 gün oxuyanda vərdişimizə çevrilir, bir hadisəni eyni ilə təkrarlayanda. 66 gün edəndə artıq bizim həyatımızın konsepsiyasına çevrilir. Bir şeyi 90 gün eləyəndə artıq bizim həyat dərsimiz olur. Artıq bizim şuuraltımız o yeni məni götürür və bizim beynimizin ön lobu və arxa lobunda birləşdirərək cerebellum adlanan hissə, beyinci hissə. Nəinki biz orada bütün arzularımızı orada yaradırıq. Əslində qəlb insanın beyni və cerebellumudur. Biz onun vasitəsilə həyatımıza gözəllikləri çəkirik. Yəni bu qədər. Çox gözəl danışırsan Əzizə. Mən belə düşünürəm. İndi hər bir qatılımcının fikrini mən soruşacağam. Öz fikirlərini bildirərlər. Bugün nə öyrəndilər, nədən bəhrələndilər və həyatlarında tətbiq edə bilərlərmi və yaxud da edirlərmi və yaxud da bilirdilərmi belə bir hal-hazırda bu manifestlər, arzulamaqlar və yaxud da indinin gücü varmı, yoxmu? Və bu haqda fikirlərini almaq istəyərəm. Mən məsələn özümdən demək istəyirəm ki, səhər durdummu, birinci olumlu düşünürəm, xoş düşünürəm. Daha sonra müəyyən işlərimiz var da, evdə işə gedənə qədər müəyyən işlərimiz var. Onları mən heç vaxt boş formada etmirəm. Mütləq ki, telefonda hər hansısa bir kitabı açıram, onu dinləyirəm. O kitabda yarım qalsa belə növbəti dəfə onun davamını edirəm. Mütləq. Və dinlədikcə bəzən olur ki, insana o yol göstərir. Görürsən ki, günün növbəti hissələrində bu insana kömək olur. O qədər qarşımıza yaxşı insanlar çıxır ki, hər zaman mən belə danışıram. Bu həqiqətən bizim bir
günlər bağışla, üzr istəyirəm. Bəli. Yəni mənim bir təcili bir işim çıxdı, getməliyəm. Yəni Hı hı. çox üzr Mən istəyirəm. fikirləri Yəni alacağam sən davam zaten elə. lütfen. Aha, heç münasibət. Minnətdaram. Yəni hər birinizə təşəkkür eləyirəm. Hı. Çox üzürlü sayın. Mən çıxmalıyam artıq. Sağ Zaten olun. çox dəstək oldun, çox sağ ol. Yaxşı da danışdın. Təşəkkür edirik. Deməli belə, görüntülərimiz hamısı bağlıdır. Mən bilmək istəyirəm ki, Olar. kimlərin həyatında nə var və necə dəyişmək istəyər bundan sonra? Gəlin Kifayət xanım sizdən danışaq. Mənim bir yaxın qohumum var. O hisslənən vaxtı evdə deyir, mən həyəcanlananda, hisslənəndə, sonra gəlib güzgünün qabağına diqqətlə özümə baxıram. Özümə başlayıram deməyə, bəsdir, yığışdır özünü. Hı hı. Başlayıram, özümü başlayıram danlamağa və ondan deyir güc alıram. Başlayıram, saçımı yığıram, özümə fikir verirəm. Elə bil bayaq hisslənən adam deyiləm. Gözlərə mütləq baxmaq Namaz lazımdır. Özünüz hə. gözlərinizə güzgüdə Ancaq baxın mütləq. Və öz yığıram. Həyəcanı atıram, hirsimi atıram, başlayıram işimə yaxşı mənada. Hı hı. Məsələn, mənim özüm həmişə namazda arzulamışam ki, Allah məni yaxşı adamlarla qarşılaşdırsın. Şükür Allaha, Çox hələ ki indiyənə qədər siz onlardan biri. Ancaq məni narahat edir məsələn, elə tarixə var ki, ömrümdə tarixdə məsələn ayın filanı, o mənim içimə hopub da, o mənə düşmür. Nə qədər eləyirəm, özümdən uzaqlaşdıram da, bu da Allahın bir günüdür. O hər dəfə mənim həmin vaxtı qanım qaralır. Ayın məsələn bir günü var, istəmirəm onun adını çəkəm. Hı hı. Bunu artıq siz özünüzə Deyim təzmin ki, eləmisiniz Kifayət xanım. Gəlin mən sizə belə bir şey deyim. Bu bir texnikadır. Yəni səhv eləmirəmsə, o kitab yanımda deyil hal-hazırda. O kitabı mən sizin şəxsinizə göndərərəm. İstəsəz dinləyərsiniz, istəsəz oxuyarsınız. Orada deyir bunu. Və həqiqətəndir. Siz bunu düşünürsünüz o anı. O anı həqiqətən gözlərinizdə canlandırırsınız. Və gözlərinizdə canlandırırsınız o bütün mənfidir, həmin tarix gəlib. Amma gözünüzü yumursunuz o anda. Gözünüzü yumanda necə ki, televizor sönəndə necə sönür, bir nöqtə qalır və yox olur. Bu formada düşünürsünüz ki, amma bunu hiss edərək sakitlikdə etməlisiniz. Həqiqətən düşünməlisiniz ki, bu bir texnikadır, etməlisiniz. Etsəniz bu gedir. İnanaraq etməlisiniz və gözünüzü yumursunuz. O sizin gözünüzün qarşısında böyükdən balacalaşır, bir nöqtə olur və yox olur. Ondan sonra siz bir daha o tarixi o qədər önəmsəməyəcəksiniz. Bəli, özünüz qeyd elədiniz, bu Allahın bir tarixidir və sizin həyatınıza yazılmayıb ki, mütləq bu gün belə olacaq. Həmin tarixi unudacaqsınız. Həqiqətən unudacaqsınız. Bu sizin öz əlinizdədir. Bu mənfi fikri siz atacaqsınız. Bəzən belə olur mənim həyatımda. Bilirdim ki, nəsə olacaq, pis bir hadisə olacaq. Həmən durub çıxırdım həyətə, başlayırdım nəsə bir iş görməyə və onu unudurdum. Siz özünüzə unutdurmalısınız onu və beyninizə yeritməlisiniz ki, belə bir şey yoxdur. Bu sadəcə mənim uydurmamdır. Bizdə burada psixoloqumuz var, o istəsə danışa bilər, əlavə edə bilər sizə, dəstək göstərə bilər. Mənə olan yaxşını və pisi mən hiss eləyirəm. Necə hiss eləyirəm? Mən onu yuxuda da olsa görürəm. Mən bilirəm ki, məsələn, istəyirəm həmən yuxum təkrar olsun. O mənim beynimə hopur da. Hiss eləyirəm onu ki, məsələn, Hı hı. yaxşı olacaq, yaxşı olacaq. Onu neyniyim ki, deyirəm ki, bəri başdan istəmirəm də, ya Baxın, yaxşını hiss eləyəm. Pis olmasa biz yaxşının qədrini bilmərik Kifayət xanım. Həyatımızda əlbəttə pislər olmalıdır. Pis də ola bilər, işimiz düz gətirməyə də bilər. Sadəcə bizim baxış tərzimizdən asılıdır. İndi belədir və bu keçib gedəcək. 5 il sonra biz güləcəyimiz bir hadisəyə, heç dəyməzmiş deyəcəyimiz bir hadisəyə heç vaxt bugünkü gün və yaxud da sabahkı gün, bu yaxın günümüzdə bəli, narahat olmamalıyıq. Nə ağlamalıyıq, nə üzülməliyik. Yəni burada olan yaxınlarım var mənim. Bilirlər. O qədər çətin belə baxanda o qədər asan görsənir ki, kənarda, amma halbuki o qədər çətin dönəmlərdən keçirik ki, amma heç vaxt deyirəm bir usta çay qoy yenidən başlayaq. Elə çay qoyub yenidən başlayıram. O qədər yenidən başladığımız anlar olub ki, elə siz də yenidən başlayın. Unudun, keçmiş artıq keçib geri dönə bilərmi? Keçmiş bir daha geri dönməyəcək. Keçmiş artıq gedib. İndini gözəl yaşayın. İndini gözəl yaşasanız, gözəl düşünsəniz gələcək üçün bu sizə
tumlar əkmiş olasınız. İndi gələcəyiniz üçün tumlar əkəcəksiniz. Gözəl Bu tumlar gündən gedir əkin. söhbət. Hal-hazırda xoşbəxtəm, şükür olsun Allaha. Min şükür. Bu gözəldir. İnşallah onu yaxşı dərk eləyirəm içimdən. Ətrafıma, əzizlərimə bu xoşbəxtliyi hiss etdirirəm. Nə Amma gözəl. belə 100 dəfə desək də gərginli anlarımız olur da. Əlbəttə, bu Yaşayın. normaldır, olmalıdır. Bu normaldır. İnsan alma vermə dəngəsi var. İndi mən tam açıqlamıram bu şeyləri. Amma həqiqətən belə deyim. Siz həm mənfini yaşamalısınız, həm müsbəti. Həyatda mənfi, müsbət bir-birini əvəz edir. Əvəz edir. Sadəcə bizim münasibətimiz elə olmalıdır ki, yəni biz müsbətə sevindiyimiz kimi mənfiyə də məyus olmaq yox. Sadəcə olar. Yəni müsbətin qarşılığı mənfidir. Bu keçəcək. Keçəcək deyə baxmalıyıq. Bu keçəcək. Hətta keçdi getdi O belə. Hətta keçdi getdi, bitdi. Qurtardı. Bax belə. Düşmək lazımdır. Başqa kimsə yeni sualınız, sözünüz varsa Kifayət xanım buyurun. Xeyr, çox sağ olun. Tamam. Başqa kim danışmaq istəyir? Öz düşüncələrindən. Burada demək olar ki, çox kənar adamlar yox da, belə rahatlıqla da danışırıq. Hər kəs öz fikirlərini deyir, öz hisslərini danışır. Buyurun. Təminə müəllimə buyurun. Sonda Həmidə müəlliməyə söz verəcəm. Siz hər şeyi dediniz daha, mənə ehtiyac qalmadı. Ürəyimdən olan hər bir sözü dediniz. Ürəyimdən nə gəlirsə siz dediniz. Sizə mən elə bu otaqda arada bir deyirəm, Təminə müəllimə. Bilirəm, tanış gəl otaqda. Təminə müəllimə bu otaqda dərs keçir. Hər gün gəlir burada dərs keçir. Çox sağ olsun. Heç vaxt bezmir. Sizə Təminə müəllimənin işə gəlmə gücündən mən danışmaq istəyirəm. Təminə müəllimə gəldi, uzaq yolda gəlir. Qar, qış, soyuq, isti, heç vaxt demədi də, demədi. Yox demədi insan. Canı ağrısa belə buna yox demədi. Dözdü, gəldi. Bir uşağı da olsa bura hazırlığa gəldi. 2 uşağı da olsa bura hazırlığa gəldi. Və uzun bir yol gəldi. Həqiqətən hər gün o, həftədə 5 gün uzun bir yol gəlir və gəlir. İndi maşallah digər mərkəzdə də artıq onun dərsləri var. Hətta gün olub Təminə müəllimə üçün deyib danışmışam ki, Təminə müəllimə yox, Təminə müəllimə ilə mən necə şagird verim Təminə müəlliməyə, yəni Təminə müəllimə əvvəlini deyirəm, lap əvvəlini deyirəm, təcrübəsi yox idi. Deyirəm, bu təcrübəsi yoxdur, mən ona necə şagird verim? Amma o qədər gəldi, o öz üzərində o qədər işlədi. Təminə müəllimə indi maşallah bütün uşaqlar ondan yana necə ürəkləri gedir, necə çox istəyir uşaqlar onu. Yəni bacardı, insan bacardı, bezmədi. Heç nədən bezmədi. Düzdür, mən də insan bezdirən deyiləm. Çox güman ki, mən də bezdirməmişəm, amma Təminə müəllimə dirəndi, yəni bacardı. Hamımız istədiyimizi almaq üçün bacarmalıyıq. Sonra Quliyeva var. Quliyeva kimdir? Buyurun Təminə müəllim. Çünki illərlə oxudum, qurtardım, ailəyə görə işləyə bilmədim. İllərlə arzum, istəyim, sevgim işləmək idi. Müəllim adını qazanmaq, müəllim olmaq, uşaqlarım mənə müəllim deməsi. Ona görə də hər şeyə dözərək gəldim, getdim, işlədim. Amma bu günə də çox şükür. Çox gözəl, çox gözəl. Yine hər halda hər şey təcrübə ilə qazanılır Günərə xanım. Özünüz bilirsiniz. Bəli, Hamımız təşəkkür. çalışırıq. Hətta inanın ki, böyük bir təcrübə, insan böyük bir təcrübə sahibi də olanda zaman dayanmır. Zaman daim qabağa gedir və həmən o böyük bir təcrübəli olan insan da öz üzərində günbəgün işləyir. Çünki zamanla ayaqlaşmaq lazımdır. Yeni texnikalar zamanıdır artıq. Texnologiyalar zamanıdır və inkişaf zamanıdır. Tərəqqi, inkişaf zaman dayanmır. Bəli, inkişaf etmək lazımdır, zamanla ayaqlaşmaq lazımdır. Çox vaxt telefonlardan şikayət edirlər. Amma bu keçid dövrüdür hal-hazırda. Yəni artıq düzdür, keçmişik bu dövrü də. Hamı qəbul edib ki, hər kəsin bir telefonu olmalıdır. Artıq televizora baxan da yoxdur, yəni. Çox adam telefonla öz işini görür. Daş dövründə qalmamışıq. Olub hansı ki, daş dövrü olub. İndi də deyirlər plastik dövrüdür. Yəni telefonlar hamısı plastik olduğuna görə indi də belə deyirlər. Amma
Bəli, təmin edirəm. İndi belə danışanlar da var. Amma görürük necə gözəl inkişaflar gedir. Bu inkişaf insanlara, bəziləri var ki, qəbul eləyə bilmirlər bu inkişafı, və çox narahat olurlar, keçmişə bağlı yaşayırlar. Amma inkişafı görmək lazımdır və bununla ayaqlaşmaq lazımdır Vadiyə müəllimə. Çox doğru vurğuladınız. Səkinə müəllimə, sizin Keçmişlə sözünüz varmı? Buyurun Vadiyə müəllimə. Günər keçmişlə yaşamaq lazım deyil. Əksinə, gələcəyə doğru. Çünki mən həmişə deyirəm ki, indidir yaşamalı zamanımız. Çox gözəl bir zaman yaşayırıq. O ki qaldı telefonlarımızda. Telefonlar da bizə zərurətdən lazım olur. Çünki yenə deyirəm ki, o rəqəmsal texnologiyalar zamanında telefonsuz da keçirmək olmur. Çünki işimizdə daim bizə lazımdır. Bəli. Həm onunla səmərəli də istifadə eləmək lazımdır. Bir də ki, gələcək evladlarımızı da gərək onu mütləq öyrədək ki, səmərəli istifadə olunsun. Bəli, telefondan, internet vasitələrindən səmərəli istifadə etmək lazımdır. Hər zaman bunu deyirəm, sizlər də övladlarınıza deyin. Günəşdən biz istifadə edirik də, yəni günəşin işığından, istiliyindən əlbəttə ki, amma onun altında çox qaldığımız zaman, günün müəyyən saatları var, günəş altında qalsaq gün vurmalar baş verir. Görürsüz nə hallara düşürük. Demək, doğru istifadə eləmək lazımdır. Və yaxud da elektrikdən. Əl vursaq biz ölə bilərik, amma elektriksiz yaşaya bilmirik. Və yaxud da bıçaq deyin, bıçaqla çörək kəsməkdən və yaxud da başqa bir lazımi vasitələrdən istifadə edirik, amma onunla bir cinayətkar belə olmaq olar. Eynilə mən bunları da qarşılaşdırıram, bunların sırasına əlavə edirəm telefonu. Telefondan mütləq ki, istifadə zamanı siz cinayətkar da ola bilərsiniz, telefonla siz dünyaları da dağı üstünə qoya da bilərsiniz, robot da yarada bilərsiniz, film də yarada bilərsiniz, kitab da yaza bilərsiniz, kitab da dinləyə bilərsiniz. Yəni telefondan o qədər sonsuz bir, əlbəttə telefon dediyimiz zaman yalnız telefon burada getmir, eyni zamanda internetini də nəzərə alırıq. Çox şeydən istifadə eləyib inkişaf edə bilərsiniz. Necə ki, mən telefondan çoxlu kitablar dinləyirəm, oxuyuram. Yəni özümü inkişaf elətdirirəm. Durmaq olmaz. İnsanın 80% sudur. Yuvarlaq deyirəm əlbəttə. Sudan ibarətdir. Suyun yaddaşı vardır. Yəni biz nə qəbul ediriksə ətrafdan o bizim bədənimizdə, yaddaşımızda qalır. Təsəvvür edin. Əgər biz suyu indi bir qabda saxlayın, boş qabda saxlayın, o su necə olacaq? Başlayacaq iylənməyə, düzdürmü? Heç bir hərəkətsiz formada su qalırsa qabda başlayır iy verməyə. Amma o su hərəkət etdiyi zaman lili də çökür, özünə normal, gözəl yerdə tapır, öz yerini də ağ deyir, su axar yerini tapar, atalar deyib. Axar yerini də tapar. Bizim 80%-imiz su olduğu üçün biz də axıb yerimizi tapmalıyıq. Yəni biz hərəkət eləməliyik daima. İnsan hərəkət eləməlidir. Hərəkət etdikcə İnsanın həyatı gözəlləşir. Allah deyir, səndən hərəkət, məndən bərəkət. Bu qədər sözlər boşuna deyilməyib. Biz çalışmalıyıq nəsə etməyə. Kimsə bizim əvəzimizdən gəlib bizim həyatımızı gözəlləşdirəcəkmi? Yox. Kimsə bizim əvəzimizdən gəlib hər hansısa bir iş görəcəkmi? Yox, görməyəcək. Bu iş əgər bizimdirsə, bu həyat bizimdirsə, biz özümüz bunun baş rolçusu olmalıyıq. Əgər bizim bir günlük planımız yoxdursa, bir özümüz üçün nəsə yol cızmamışıqsa, nəsə etmiriksə özümüz üçün. Biz kiminsə həyatının bir parçası, bir planının, kiminsə planının bir parçası olacağıq. Kimsə bizi idarə edəcək ki, bu gün sağa çön, bu gün sola çön, bu gün bunu et, sabah onu et. Belə olacaq. Amma biz özümüz həyatımızı düzənə salırıqsa, biz özümüz biliriksə işimizə nə vaxt gedirik, nə vaxt gəlirik, nə edirik, nə etmək lazımdır. Mən buna görə çox xoşbəxtəm ki, mən işçilərimə nə etmələri lazım olduğunu demirəm. O qədər gözəl bilirlər ki, o qədər hər şey qaydasında gedir ki, düz də təzə işçilər bu başqadır. Artıq bizə öyrənənə qədər bu başqa. Amma onlar da gəlib mənə oxşayıb, mən düşünürəm. Hər kəs öz işini o qədər rahat bilir, o qədər yaxşıyam, o qədər yəni rahatam işimlə. Mən işə getməsəm belə bilirəm, işim həmişə qaydasında olur. Buna görə burada kollektivimizdən üzvlər var, hər birinə təşəkkür edirəm. Daha sonra kim danışmaq istəyir? Məryəm müəllimə, siz də danışın. Günər xanım, sizə bir şey deyim. İnanırsınız, bir səhər oyanmışam.
Əhvalım yaxşıdır. Sadəcə özümü səhət cəhətdən balaca gördüm ki, bir balaca problemlər var. İstədim zəng vurum, dedim ki, işə gəlməyəcəm də, qoyum başımı yatım. Sonra cədvəlimə baxıram, inanırsınız, görürəm ki, vahsey, nə qədər dərsim var. Dedim, yox, yatmaq vaxtıdır, işə getmək, Biz işə xəstələnməyə getmək icazə lazım. vermirik. Hə, işə getmək lazımdır. Ona görə həmişə bilirsiniz, pozitiv də səhər gərək pozitiv olasan ki, səni o pozitivlik təkan verir də. Elə olur da, yenə yaş da var, səhət də hərdən nəsə belə havadan da və maqnit qasırğası təzyiq oyandan. Amma buna baxmayaraq insan pozitiv olanda da yenə də deyirəm də baxdım cədvəlimə dedim vay, bunları kim işləyəcək mənim yerimə heç Gəlin kəs. bundan bir həyat dərsi çıxardaq. Gəlin indi burada bir açıqlama verim mən sizə. Əslində xəstəlik deyilən bir şey yoxdur. Bunu biz özümüz yaradırıq. Hansısa bir stressdən, hansısa düzgün qidalanmamaqdan, yəni bədənə kənar təsirlərdən. Stress olursa ruhumuz xəstələnir, kənar təsirlər isə bədənimizə təsir edir. Hətta xəstəliyin var bəzi sözlər var ki, deyə bilmirsən, boğazından keçmir, narahat olursan, onu həzm edə bilmirsən, başlayır mədən xəstələnməyə. Bəzən olur evin bütün yükü, bütün nəyi varsa, hər hansı, yəni hadisədir, ailə, məişət qayğıları sənin üzərindədirsə, sən bunları daşımalısansa, başlayır kürəyin ağrımağa. Belə bir şeylər var. Ona görə bunları özümüzə yaxın tutmamalıyıq və burada Validə müəllimə sizə sual vermək istəyirəm. Siz yatmadınız, xəstə kimi özünüzü icazə alıb yatmadınız, yəni özünüzü toparladınız, işə gəldiniz. Sonra nə oldu? Xəstəlik yadınızdan çıxdı, yoxsa daha da ağırlaşdınız? Bəli, yox, yox, yox. Başım o qədər işə qarışdı ki, inanın, o dərs, bu dərs, o dərs, bu dərs. Əvvəlcə Albalığa getdim səhər-səhərdə. Aylinlə, Əlixanla başım qarışdı onlarla. Onlar da mənim başımı qarışdırdılar. İşim qurtardı, qayıtdım Kirova. Orada da bir sürü dərsim vardı. İnanın ki, tamamilə hər şey yadımdan çıxdı və artıq işim axırına yaxdı. Tamamilə artıq yaxşı idim və çox rahat yavaş-yavaş evə tərəf artıq iş qurtarandan sonra evə tərəf yönəldim. Yenə inanırsınız ki, Bəli. səhər o qədər vəziyyətim yaxşı deyildi. Hı hı. Amma buna baxmayaraq, bilirsiniz, o məsuliyyət hissi yenə deyirəm ki, Yox, əhvalım indi gəlin pozitivdir. burada belə Sadəcə deyim. Təkcə məsuliyyət hissi deyil də. İndi siz o məsuliyyət hissi ilə gəlmisiniz, özünüzü toparlamısınız. Gəlin indi biz belə baxaq. Məsuliyyət hissini siz yaşamısınız, ora gəlmisiniz. Amma sizə xəstəlik sizdən uzaqlaşdı. Daha sizdə bu bəli, pozitiv enerji, öz enerjiniz o qədər çox oldu ki, artıq bədəninizin xəstələnməyə icazəsi olmadı. İcazə vermədiniz ki, sizin bədəniniz xəstələnsin. Bu hər hadisədə belədir. Çox hadisədə belədir. Bu, yəni bugünkü mövzumuzla uzlaşdırdığımız zaman düşüncəyə gəlir. Düşüncədən siz o xəstəlik adını üzərinizə qoyub yatmadınız. Toparlandınız və işə getdiniz. Və bununla sizin xəstəliyiniz yox oldu, bitdi. Belə qəbul edirik. Başqa danışmaq istəyən kimlər var? Sevdə xanım, danışmaq istəyirsiniz? Heç kimin görüntüsü açıq deyil, gördüm. Axşamınız xeyir olsun. Hər Axşam birinizi xeyir. xoş gördük. Mən çoxdandır sizin aranızda yoxam, müəyyən səbəblərə görə də. Həm də ki, dünən belə ev köçü etmişik, Yorğunsan. yorğunam. Onun üçün məni üzürlü sayın. Dinlədim elə yetəri qədər. Əslində nə qədər mənə o motivasiya verdi də bu danışıqlardan, nə qədər belə sakitləşdim. Amma dinlədim də, amma danışmağa Dinlədin və biraz rahatladın. Hə, çox gözəl, çox gözəl. Düşünürəm ki, sən bu gün çox rahat yatacaqsan. Yuxun şirin olsun. Çox gözəl. İndi Wi-Fi söndürüb yatacam Gülnar. Məni axtarmasınlar da. Yəni mən də oraya yatdım. Qapını da Oldu, bağlamışam. Sağ ol. Gecəniz xeyir. Gecən xeyrə. Sağ Sağ olun. ol. Çıxa Günərə bilərsən. bağlıdır. Bəli. Çox səbirsizliklə gözləyirəm ki, orada da şagirdim olsun. Siz oturmuşsunuz, valla sizə qıpta eləyirəm, deyirəm ki, hayf o cür yerdən dərs deyirdim orada təxmini ilə, fərdi ilə də daim ünsiyyətdəydik. Yazmışam. Ora yazmışam 16-6-cı ay 2025 seminar. Sən dəyiş, dünyanı Aha. dəyişsin. Lövhəyə yazmışam o formadan. Yəni bu günü
qeyd eləmişik. Daha sonra Həmidə xanım siz danışın. Bir daha axşamınız xeyir olsun. Çox gözəl danışdınız siz də, Əzizə xanım da. Bütün düşüncələrinizə qatılıram və bir şey də əlavə etmək istəyirəm ki, Buyur. xoşbəxtlik nəyəsə çatmaq deyil. Xoşbəxtlik həmin o yoldadır. O yolda xoşbəxt olmağı bacarmalıyıq. Bu o demək deyil ki, biz daim olaraq pozitiv olmalıyıq, daim olaraq toksik bir pozitivlik deyirik də buna biz Bəli. psixologiyada. O da doğru deyil. Biz neqativ də hiss edə bilərik, üzülə də bilərik. Hər bir duyğunu yaşamalıyıq. Əsas odur duyğularımızı bastırmayaq, ifadə edək sözlə, sənətlə, musiqi ilə, kitablarla bu duyğularımızı ifadə edək və o yolda olan o xoşbəxtliyi tapa bilək. Bəli, çox sağ olun. Düşünürəm ki, qatılır burada olanlar da. Son əlavəniz varmı Həmidə xanım? Təşəkkür edirəm sizə. Çox maraqlı oldu. İnşallah seminarlarımız davamlı olsun. Seminarımız davamlı olsun. Bizim növbəti seminarımız olacaq 30-unda, ayın 30-unda düzdür? Əyani olaraq. Bəli, aynen. Əyani olaraq Hı hı. ayın 30-unda kimlər istəyirsə yaxınlaşa bilər. Bizim yəni məlumat ala bilər. Bizim seminarımız olacaq. Əyani canlı seminar. Çox düşünürəm ki, çox yaxşı bir seminar olacaq. Bunlara getmək lazımdır. İlk getdiyim təlim mənə o qədər gözəl təsir bağışlamışdı ki, çox istəyirəm təlimlərə gedin. Özünüzə dəyər verin. Valla hər bir şeyə biz vaxt ayırırıq, amma özümüzə vaxt ayırmırıq. Təlimə getməklə, kitab dinləməklə, kitab oxumaqla biz çox gözəl inkişaf eləmiş olarıq. Həyatımıza rəng qatmış olarıq. Və bir kitab da sizə məsləhət bilim, Rövşən Abdullaoğlunun kitabıdır. Bu şəhərdə kimsə yoxdur. Bu kitabda iki insan həyatından bəhs edir, düzdür. Orada əsas baş qəhrəmanlar iki insan, iki dostdan bəhs eləyir. Çox maraqlı kitabdır, oxumağınızı tövsiyə elərəm. Dəyər yəni. Oxuyub oradan olan o cümlələrin altından incəcə bir xətt çəkirsiniz və həyatınıza tətbiq eləyirsiniz. Çox gözəl, ruhunuz dincəlir. Kitabı oxuyanda ki, insanın ruhu dincəldir. Bunu mütləq yaşamaq lazımdır, hiss etmək lazımdır. Mən düşünürəm ki, bugün keyflə dinlədik. Yəni heç kim məcburiyyətdən burada deyildi. Hamı sevə-sevə qatıldı. Məryəm müəllimə, sizin də fikirlərinizi öyrənək. Əvvəla axşamınız xeyir hamınızı. Hamının axşamı xeyir. Günar xanım çox xoş oldu. Çox xoş bir təlim oldu. Əzizə xanımla birlikdə. Yəni sizi bir xanım kimi, bir gözəl müəllimə kimi illərdir tanıyıram sizi. Bugünkü təlim elə bir ki, mənim həyatım idi. Elə bir ki, siz məndən danışırdınız, mən kənardan öz həyatımı belə sizə belə qulaq asırdım. Nə gözəl. İnsan çəkinməməlidir. İnsan, türklərin sözü var, əl çəkməməlidir. Arzusu deyir, əgər Allah qəlbinə salıbsa, o səni qismət eləyibsə, hardasa eşitmişəm bunu, yadıma salım. Deyir, o sənin könlünə salıbsa, deməli sənin qismətində var o. Yəni mən 18 universitetə verəndə, məktəbi qutarandan sonra mən deyirdim müəllimə olacağam. 20 il keçəndən sonra onu bir də təkrarladım və qismət sizin kollektivdəyəm, nə gözəl. Nə gözəl Validə xanım, Həmidə xanım, bütün kollektivin bağça işçiləri və yəni ki, o insanın arzusu ürəyində olmalıdır və həyatında olmalıdır. Onu keçməlidir. O arzusuna çatmalıdır. Düzdür, çətin olur. Çox çətin olur hətta. Hərdən adam bezə bilir. Amma ki, o uşaqların müəllimə deməyi və kollektivə gəlib belə gülər üzlə və yaxud valideynlərin xoş geri dönüşləri ki, yəni uşaqlarla rəftardamı, kollektivlə rəftardamı, uşaqların əhatəsində olmaqmı? Mən deyirəm, həmişə deyirəm, uşaq kimi biraz bilmirəm necə çıxacaq. Uşaq danışmaq yox, uşaq olmaq. Uşaqlarla uşaq olmaq. Yəni həqiqətən çox gözəl bir hissdir və bu şəraiti bizə yaratdığınıza görə Günar xanım çox sağ olun. Çox sağ olun, var olun. Allah can sağlığı versin. İnşallah yeni bağçamızda da uğurlarımız bol olsun. İnşallah Allahın izniyle. Başqa? İnarsınız Günar
Tamam, o qədər xoşdur. Axır vaxtlar ümumiyyətlə hamımız o qədər başımız işə qarışıqdır, amma bir şey o qədər xoş gəlir ki, biz iş vaxtında bir-birimizə çox kömək eləyirik və dəstəyik bir-birimizə. Eee, Ola bilsin ki, sizin sayənizdə, doğrudan da sizin sayənizdə biz axır vaxtlar çox birləşmişik. Hətta bir-birimizin çətinliyi olanda da bir-birimizin köməyinə çox gəlirik. Çox sağ olun, təşəkkür edirəm buna görə sizə də. Siz də sağ olun. Mən hər zaman özümü təsəvvür edirəm ki, bir şarın içindəyəm. Hansı ki bu, yəni kimsə gəlir, mənə aid insanlar, mənlə yəni sözü tutan yaxşı insanlar, yalan danışmayanlar, yəni nə deyim, özünü qaldırıb dağın başına qoymayanlar, mənim kimi sadə insanlar. Ora daxil olurlar o şara, amma digərləri gəlirlər, dəyirlər, gedirlər. O mən deyənlər, nə bilim, özlərini dağın başına qoyanlar, yalan danışanlar, bunlar gəlir, dəyir, gedir. Yəni məndən uzaq olurlar. Ara qarışdıranlar, heç biri o mərdimazarlarda bir kəlmə. Onlar məndən uzaq olurlar. Dəyir, şara qayıdır. Hər zaman belə deyirəm. Düzdür, biraz qəribə görsənir, amma insan bir o bayaq dedimi Kifayət xanıma ki, insan bir gözünün qarşısına nəsə gəlir, onu söndürürsən, o pis şeyləri söndürürsən gözündə və yola salırsan, gedir. Artıq o sənin həyatına bir də qayıtmır. İnşallah Mən də mənə də belə nəsib edirəm. olsun şara daxil İnşallah. olmaq. Sadəcə inanın. Baxın, burada indi bunu demək istəyirəm ki, sizin istəyiniz, arzunuz, hiss eləməyiniz üst-üstə düşməlidir. Deməyiniz. Məsələn, deyirsən ki, çox şükür Allah, bolluğun üçün çox şükür. Mənə verdiyin bu bolluq üçün, bu ruzi üçün çox şükür. Bu şükrü edəndə ürəklə etməlisən. Ürəklə etməlisən ki, onu hiss eləsin. Bəzən insan həyəcanlanır, deyir, həyəcandan əllərim əsir. Bax, o səviyyəyə gəlib çatmalısan ki, o sənin o enerjin bərabərləşsin. Əgər tam oldusa, baxın, ümumiyyətlə həyat elə barmaqlarımız belə bir-birinə keçir. O qədər yəni bir-birinin üzərində oturur ki, həyatı o qədər gözəl yaradıb ki, Allah, hər şey bir-birini tamamlasın deyə. Yəni ki, bir boşluq olmalıdır, o boşluqları dolduran hisslərimiz olmalıdır. Bizim arzularımız var, arzularımızı həyata keçirdən də bir əl var. Bu əsasən bizim istəyimizdir, arzumuzdur ki, gözəl yaşayaq, düzdürmü? Amma gələcək, ay Allah, sən məni gözəl yaşat yox. Şükür ki, gözəl yaşayıram. Yəni indi əlimizdə olan bu gözəlliyi görməsək, növbətisini də görməyəcəyik. Elə o birini də görməyəcəyik. Halbuki var, bizim əlimizdə bu gözəllik var. Biz bunu hiss eləməliyik, duymalıyıq. Allah deyir ki, sən hələ bu gözəlliklə bağlı deyir ki, sən hələ gözəllik görməmisən. Sənə görə necə gözəllik verəcəyəm? Bir şeyə ki, şükür edirsən, deyirsən, ay Allah, nə gözəldir. Onda Allah deyir ki, sən hələ gözəllik görməmisən. Gör sənə nə gözəllik verəcəm. Bir də bunun əksi var. Deyirsən ki, ay Allah, bu nədir? Nə başıma gəldi? Bu nə müsibətdir? Deyir, hələ bu harasıdır? Sən betərin görməmisən. Betərin betəri var. Gəlir betərin betəri insanın başına gəlir. Bunun haqqında bir hekayə də var. Betərin betəri məsələsini. Daha yəni bu hekayəni mən burada danışa bilməyəcəm. Gərək oxuyasınız onu. Amma həqiqətən də betərin betəri var. Buna inanın. Ona görə gözəlliyin də gözəlliyi var. Gözəlliyin gözəlliyi var. Siz belə düşünün, həyatınız gözəl olacaq, inanın. İnşallah. Siz ürəkdən istəyirəm İnanın, sizlə əlbəttə işləməyi. ki. İnşallah. Çox şükür, yaxşı mənəm siz. Kainatdan yaxşı şey istəyək, yəni ki, müsbət şeylər istəyək, onda kainat da onu bizə verəcək. Sadəcə verdiyi gözəlliklər üçün şükür edək, daha çoxunu verəcək. Bəli, çətinliklər düzdür. İnsan həyatında çətinliklər də olur, mənfi hadisələr də baş verir, amma bunlar hamısı müvəqqəti bir şeydir. Və yenə deyirəm ki, həmişə ümid eləyək ki, yaxşı, müsbət hadisələr başımıza gələcək və xoşbəxt olacağıq bununla. Hər halda əsas can sağlığı istəyək. Qalanı pul da qazanarıq, can sağlığı olanda pul da qazanmaq olur. Hər şey yavaş-yavaş düzəlir. Əsas can sağlığı istəyək hamımız üçün. Baxın, Validə xanım, əgər siz deyirsiniz ki, ay Allah, mənə can sağlığı ver, o zaman sizdə bədəninizdə xəstə orqanlar başlayır
belə deyim də, yəni orqanlarımız başlayır xəstələnməyə. Çünki onu yox kimi görür. Əksinə yox, verdiyi can sağlığı üçün çox şükür. Gözümüz görür, əlimiz işləyir. Çox şükür, yəni dilimiz danışır. Şükür, şükür. Çox şükür bu. Amma düşünəndə ki, ay Allah mənə can sağlığı verib də, verdiyinə şükür eləmək lazımdır. Baxın, bu duanın bayaq dedi ya, cənnətə yaxınlaşdıran, bir də cənnətdən uzaqlaşdıran dualar var. Əslində bu danışdıqca çıxır ortaya. Bu bir saatın söhbəti deyil də. Yəni bu müzakirə elədikcə istər-istəməz qaynayır çıxır. İçimizdə o qədər yanlış kəlmələr var ki, dilimizdə olan o yanlış kəlmələr. O kəlmələr bizim qarşımıza çıxır istər-istəməz. Biz özümüzü bu kəlmələrimizdən qorumalıyıq. Belə. Mən düşünürəm Əzizə xanımın çıxışı sizin xoşunuza gəldimi? Özü indi burada yoxdur, amma qeyd eləyirəm orada. Ona məlumat. Bəli, çox xoşumuza gəldi. Heyf ki, bizi tez tərk elədi. Mən istərdim ki, yenə davamlı olsun bizim onunla görüşümüz. Çox yeri gəlmişkən Naxçıvan görüşümüzdə də çox müsbət, necə deyərlər, fikirlər qaldı məndə. Əzizə xanım çox bu qədər pozitiv olmağına baxmayaraq çox, yəni belə deyim, kliniki ölüm belə yaşayıb Əzizə xanım. Yəni daha bundan o tərəfin nə deyim, yəni bu qədər çətinlikdən keçib. Dərs götürüb də onlardan. Onlardan dərs götürüb həyatında. Bəli, dərs Çətinləşib. Bəli, bəli, çox. Çox, yəni çox. Yəni o mən danışa bilmərəm onun, yəni o indi mənə danışıb bu şeyləri. Mən o incəlikləri burada danışa bilmərəm, amma həqiqətən möcüzə kimi həyatı olub. Bəli, Günər xanım, onun həyatından yalnız bəzi məqamları, yəni öz dilindən də, çünki yenə deyirəm ki, zaman çox az idi və heyfslənirəm ki, belə ünsiyyətimiz çox az zamanda oldu, az vaxt. Görüşərik yenə də. İnşallah görüşərik. Çox xoş oldu onu təzədən görmək və xoş oldu ki, Əzizə xanım sağlamdır, necə deyərlər, pozitivdir və həyat eşqi ilə doludur. Çox Çox sağ olun. gözəldir. Aynə xanım, müəllimə siz nəsə demək istəyirsiniz? Yox, Aynə xanım müəllimə səs aça bilmədi. Sonra Cahan adında var, bilmirəm kimdir. Çox sağ olun qatıldığınız üçün. Yekunlaşdıraq istəsəniz, artıq 1 saatdan çoxdur. Çox sağ olun. Yəni qatıldınız. Mən düşünürəm ki, nələrsə qazandıq. Yəni deyirsən, düşüncəni dəyiş, həyatın dəyişsin. Düşünürəm ki, düşüncələrimizi bir balaca da olsa dəyişə bilərik bundan sonra. Əlbəttə ki. Çox xoş oldu. Çox sağ olun Günərə xanım. Təlimə görə də çox sağ olun. Bəli, Çox bəli. xoş oldu. Qismət olsa Əzizə xanımla canlı Bakıda görüşərik inşallah. İnşallah. Bəli. Gələndə təlim verəcəyik onsuz da. Gələcək. Gələndə təlim verəcəyik. Oldu. Sağ olun xanımlar. Çox xoş oldu. Sağ olun. Sağ olun, gecəniz Sağ xeyir. olun, gecəniz xeyrə. Gecəniz Günərə xeyir. xanım, sabaha qədər, sabah inşallah işdə görüşərik. İnşallah. Sabaha qədər.